Qarabağ Futbol Klubunun mərkəz müdafiəçisi Kevin Medina Napoli ilə oyunda baş verən qorxulu epizoddan sonra ilk dəfə danışıb. Futbolçu öz rəsmi Instagram hesabında paylaşım edərək azərkeşlərin narahatlığına son qoyub. Medina yazıb, mənim üçün narahat olan hər kəsə çox təşəkkür edirəm, minnətdaram, özümü yaxşı hiss edirəm, hər zamanki kimi işə qayıtmaq üçün səbirsizlənirəm, mübarizəyə davam edirik. Qeyd edək ki, UEFA Çempionlar Liqasının 5-ci turunda Napoli-Qarabağ qarşılaşmasının 50-ci dəqiqəsində Kevin Medina rəqib futbolçunun vurduğu top zərbəsindən sonra yerə yıxılaraq huşunu itirmişdi. Həkimlərin müdaxiləsindən sonra oyuna qayıtmaq istəyən futbolçu bir neçə dəqiqə sonra yenidən özünü pis hiss edib və meydanı tərk etməyə məcbur olmuşdu. Hadisə azərkeşlər arasında böyük narahatlıq yaratmışdı. Sosial şəbəkələrdə minlərlə insan Medinaya dəstək mesajları göndərərək onun tezliklə yaşıl meydanlara qayıtmasını arzulamışdı. Klub rəhbərliyindən verilən son məlumata görə futbolçunun vəziyyəti stabildir və o, yaxın günlərdə əlavə tibbi müayinələrdən keçiriləcək. Qarabağ tərəfdarı isə komandanın güclü müdafiəçisini yenidən meydanda görmək üçün səbirsizliklə gözləyir.